Gelsin görün sual. 11'e kim sual var? Harda? Harda? Belə, bu nədir o? Ha, kesişmə çox kiçikdir də. Bunları düsturla eləmək rahatdır. Bəli, keçən dəfə 2 dənə düstur vermişəm sizə. 2 çoxluğun kesişməsi, 3 çoxluğun kesişməsinə aid düstur vermişdim. 2 çoxluqda çox rahatdır. A çoxluğu ilə B çoxluğunun özləri verilibsə sizə, A ilə B-nin əndi, A ilə B-nin oru var da, düz deyilmi? Bu ikisinin cəmi bu ikisinin cəminə bərabərdir. İndi sizdə or və ənd verilib. 265 üstəgəl 3 bərabərdir 93 üstəgəl x. 93 üstəgəl x. Şimdi, o da neçə elədim? 260. 2 niyə? 90 elə eləyir. Ya 262 nədir kişi? Sən də xatasan sən. 262 deyil. On üçüncü sual. Bu tip sualları mən adətən bu tip sualları nə istəyir bu burada bizdən? Hə, artmaz. Həlli tələb olunmur burada. Artma arzuğuna görə müəyyən edin. Deməli, ənd olan ən kiçikdir uşaqlar. Hər üçünün kəsişməsi ən kiçikdir. Bax, məsələn, bu bir çoxluq, bu iki çoxluq, bu üç çoxluqdursa, ən kiçiyi budur da. Hər üçünün kəsişməsi. Ona görə ən kiçiyi S variantı olacaq. S ilə başlayan variantlardan biridir. Sonra ən böyüyü isə OR olacaq. Hər üçünün birləşməsi. Buralar. Sonra A ilə bitməlidir. Sonra on iki. Deməli, əgər diqqətlə baxsaq, bunu da mən düsturla yazmağı yox, diaqramla yazmağı tərcih edirəm. Niyə? Çünki uşaqlar, düstur daha çox konkret verilənlər olanda 3 dənə çoxluq, 3 dənə kəsişmə, bir dənə birləşmə verəndə yoxsa belə yerlərdə diaqram daha kömək edicidir. Aşıq musiqisi, opera, bir də muğam. Uşaqlar, deyir ki, opera ilə muğamın birləşməsi var, ha. Opera ilə muğamın birləşməsi. Bax, bu sərhəddin içi. Bunun aşıq musiqisi ilə kəsişən hissəsi 338-dir. Yəni, bu hissə 338-dir. Aşıq musiqisi ilə kəsişən hissəsi. Yox, aşıq musiqisi ilə operanın kəsişməsi, bu operadır, bu muğamdır da. Bu kəsişmə 258-dir. Hər üçünün kəsişməsi 25. Bax, sual verirəm sizə. Aşıq musiqisi ilə opera ilə muğamın birləşməsinin kəsişməsi 338-dirsə, aşıq musiqisi ilə operanın kəsişməsi 258-dirsə, bu 338-dən 258-i buradır. Bura nə qalır bəs? 338-dən 258 çıxanda 80 qalır bura. Başa düşdünüz, niyə uşaqlar? Bu üçü bir yerdə 338-dir. Bu ikisi 258-dir. O zaman bu qalan dilim nədir bu qıraqda? 80-dir də, cəmi 338 olmalıdır. Hər üçünün kəsişməsi də 25-dir. İndi aşıq musiqisi ilə muğamın kəsişməsidir. 80 ilə 25-in cəmi 105 olacaq. Sonra 26'ya kimi sual var? 17. Bu sayı sistemi sualda adi. IP 4 hissədən ibarətdir. Birinci hissədə 2 üstü 6 ədədi var. 2 üstü 6 necə yazılır? Bir dənə 1 və 6 dənə 0. Uşaqlar 1, 1, 6 dənə 0, 7 bit ilə dax. Amma IP-nin hər hissəsində 8 bit olmalıdır. Qabağına 0 atırsınız, düzəlir. Tamam. Deməli, birinci ədəd olacaq
Ya D ya Y variantı qaldı da avtomatik. Gəldik ikinci isə ilk və son ədədi. Hə, son ədədi də belə olmalı. Son ədəd, okey, düz yazılıb. İkinci və üçüncü ədədlər uyğun olaraq biri 2 üstü 7-dir, yəni 1 və 7 dən 0. Biri isə 2 üstü 7 plus 1-dir. 1, 7 dən 0. Plus 1 eləyəndə bu sonuncu 0 1'e çevrilir də. O da bu variantdır. D variantı. Çünki burada plus 3 var. Elə bir ki plus 2 plus 1. Tamam. 2 üstü 7 plus 3'tür. Çünki bu bir dənə 2'ni göstərir. Bu da 1'i göstərir. 2 üstü 1, 2 üstü 0. Sonra 26'ya kimi sual? 19'u yazmışsınız. Uşaqlar, nəyi yazmamışsınızsa soruşun da, soruşun. 26. Bax, bu tip sualları mən bir də qaydıram, bir dənə qrafiki çəkim, onu izah eləyim, sonra bir də izah eləməyəcəm. Videoya qeyd edirəm də, bəsdir də, bu qədər. Kim istəsə sonra videodan baxar. Keçən dəfələrdə mən bunu izah eləmişəm. Niyə yadda saxlamamışsınız? Bu artıq ikinci məsələdir. Bu vardı, sizə elə çək-çevir eləyəcəm. İki çoxluqlar üçün danışaq elə birinci. Olsun bu x çoxluğu, biri də olsun y çoxluğu. Bu x çoxluğudur, bu da olsun y çoxluğu. 3s'yə bölmüşük. A, B, S. X nədir bizdə? A ilə B-nin cəmi. Y nədir? S ilə B-nin cəmi yazacağım. S ilə B-nin cəmi. Alt-alta toplasaq x plus y bərabərdir. A plus B plus C plus B. Baxın uşaqlar, B hər iki çoxluğun kəsişməsi adlanır. Bax, bu B əslində A kəsişmə B-dir. Və yaxud misallarda deyilmişkən A and B-dir. Tamam. Bu B var ha. A and B dirimi x y. X and y. X y-in kəsişməsidir. Bəs A plus B plus C nədir? Buna isə birləşmə deyirik. Bax, bu üçü bir yerdə. Bu nədir? Bu üçü bir yerdə birləşmədir. X or y. Onda belə çıxır ki, x y-in cəmi birləşmə ilə kəsişmənin cəminə bərabərdirmi? Bəli. Buradan rahat-rahat siz misallar eləyə bilirsiniz. Məsələn, bu tip misallar. Google-la Yahoo verilib 1500 üstəgəl 2700 bərabərdir 1200 üstəgəl x. X'i tapa bilirsiniz oradan rahat-rahat. Aydındır, çətin bir şey yoxdur. İndi gəldik 3 dənəllərə. 3 dənəllərə gələk. 3 dənəllərə gələk. Bu 1. Bay. Bu 2. Bu hörmətsizliyi alacaq. Bu 3. Yenə adlandıraq bunları x, y, z ilə. Göy ilə yazacağım. X, y və z. Alıp koyun bu tarafa bunu. İçerilerini de dolduraq. A, B, C, D, Y, F ve G. Şimdi alıp koymak olar bence. Bakın uşaqlar. X neye beraber bizden? A plus B plus D plus Y. Y B C Y F. Z ise D Y F ve G. Alt alta toplasak X plus Y plus Z beraberdir. Bir tane A,
2 dənə B, 1 dənə C, 2 dənə D, 3 dənə Y, 2 dənə F və 1 dənə C. Uşaqlar, diqqətlə baxın. Bu birləşmə olmadı axı. Birləşmə necə olur? Bir dənə A, bir dənə B, bir dənə C, bir dənə Y, bir dənə D, bir dənə F, bir dənə C. Hərəsindən bir dənə alındı, birləşmədir. Üçünün kəsməsi Y'dir. Baxın uşaqlar. Bu B niyə 2 dəfə toplanıb? Çünki X-də toplamışdım, Y-də də topladım. Ona görə B 2 dəfə topladım. Y niyə 3 dəfə topladım? Çünki həm X-də, həm Y-də, həm Z-də olduğu üçün, üçünün kəsməsi olduğu üçün. Deyirəm ki, nəyi çıxsam birləşmə qalar? Bir dənə B çıxsam, bir dənə B çıxsam. Orada nə deyirik biz? Orada nə deyirik? X ilə Y-in kəsişməsi X kəsişmə Y nədir? B ilə Y-dir. X ilə Z-in kəsişməsi nədir? D ilə Y-dir. Y ilə Z-in kəsişməsi nədir? Y ilə F-dir. Gəlin kəsişmələri çıxaq. Bir dənə B çıxsaq, bir dənə Y çıxsaq, bir dənə D çıxsaq, bir dənə Y çıxsaq, bir dənə F çıxsaq, bir dənə Y çıxsaq. Nə qaldı uşaqlar? Bir dənə A, bir dənə B, bir dənə C, bir dənə D, 0 Y, Y bitdi. Bir dənə F, bir dənə C. Hamısı əlat, bir dənə Y bitdi. Demək ki, biz nə edək? X, Y, Z-in kəsişməsi var, Y. Onu əlavə eləyək. Ki, o da qayıtsın. Olsun birləşmə. Bax, 3 dənə çoxluğu toplasaz, kəsişmələri çıxsaz, ortaq kəsişməni təzədən toplasaz, birləşməni verəcək. Ona görə yazıram. Bax, bizim düsturumuz belə olacaq. X, üstə gəl, Y, üstə gəl, Z, çıxılsın, X and Y, çıxılsın, X and Z, çıxılsın, Y and Z, üstə gəl, X and Y and Z bərabərdir X or Y or Z. Düstur aydındır. Üçünü toplayırsınız. Kəsişmələri çıxırsınız. Üçünün kəsişməsini cəmləyirsiniz. Birləşməni verir. Qayda budur. Bunu mən keçən dərs demişdim sizə. Maalesef unutmuşsunuz. Yenə qayıtdım. Bundan sonra inşallah unutmazsınız. Qayıdıram məsələyə. Hansı məsələni soruşmuşdunuz? Buradakı 26 məsələsini. Düşünmədən yaza bilərəm. Çünki 3 dənə çoxluq verilib. Bir dənə kəsişmə bizdən istənilir. Üçünün kəsişməsi var, üçünün birləşməsi var. Yazaq da. Azərbaycan neçədir? 50. Bakı 80. Respublika 100. Çıxılsın, bir kəsişməni bizdən istəyir. X deyirəm. O bir kəsişmə burada var. 30. Üçüncü kəsişmə yoxdur. Yoxdur. Üçüncüdə birləşmə verilib. Azərbaycan or Bakı. Or verilib. Bizə kəsişmə lazımdır. Üstə gəl, hər üçünün kəsişməsi 5 bərabərdir 165. Uşaqlar, bax bu üçünün deyə bilərsiniz ikisi mi tapım, yoxsa bunu mu tapım? Üçünün, bu Azərbaycanla Bakının kəsişməsi yoxdur demək deyil. Azərbaycan özü 50-dir, Bakı özü 80-dir. Azərbaycan or Bakı 110-dursa, Azərbaycan and Bakı neçə olar? Hardan bildik? Bunların cəminə bərabər olmalıdır da. 130, bu da 110. Demək, burada 20 qalır da. Yazdıq mı? Demək, burada nə çıxılmalıydı? Sütənlik aydındır. 230 çox 200, 180, 185. 185 çıx X. Çıx X bərabər 165. X bərabərdir 20. Çətin bir şey yoxdur orada. Sonra 27'ni yazmışsınız. Oo, 27'ni soruşmursunuz, keçirsiniz 29'a. 27'den ben dedim axı soruşun. Hoppana getmək yaxşıdır ki. Yazmamışsınız da bunu.
Fikir vermiş olar. Orada demir ha, həcmin 1/3. Orada deyir ki, vaxtın 1/3-ni bu sürətlə göndərmişik. Qalan 2/3-ni o bir sürətlə göndərmişik və cəmi 240 megabayt göndərmişik. Fikir verin, 1/3 T yazaq. Qalan nə qədərdir bəs? 3/2 T. 3/1 T'ni 3 vurulsun 221 bit saniye ile göndermişik. Vurulsun 3 vurulsun 221 bit. Saniyeler silindi. Bunun saniyesiyle bunun saniyesi gitti. Bu kadar informasiya göndermişik. Düz değil mi? Birinci 3/1 hissede. Kalan 3'teki hissede ise 9 vurulsun 220 bit. 9 vurulsun 220 bit informasiya göndermişik. 3'ler ixtisar geçse burada ne kalır? T vurulsun 221 bit. Burada ne kalır? 3T vurulsun 221 bit. Nece belə aldıq? Uşaqlar, burada 2 vardı. 2'ni 220 orada 221. 9'da 3 ixtisar getdi, 3 qaldı. Bunların cəmi nədir? Cəm nədir? T burada 3'tür. 4T vurulsun 221. 4'ü də verə bilərik ora. T vurulsun 223 bit. Cəmi. 240 megabaytdır. Yani gönderilen fail 240 megabaytdır. Yani T'ni tapmalıdır. T beraberdir 240 megabayt bölünsün 223 bit. Neymiş sizce? 240 saniye. 240 saniye neçə dəqiqədir? 4 dəqiqə. Megabayt 223 bit deməkdir. Onlar ixtisar getdi. Qaldı 240 saniye. 29'u mu soruşmuşdunuz? Bak 66 səhifənin 2 səhifəsində şəkil var. 2 səhifəsində şəkil var. Neçə səhifəsində mətn var? 64 səhifəsində mətn var. İndi 2 şəkil, bu da mətndir. 2 şəklin həcmini hesablayaq. 2 vurulsun 256 512 64 rəng çalarından da 6 bit alırıq. 208 vurulsun 209 vurulsun 6 bit. 9 9 18 6 vurulsun 218 bit. Əslində bu sadələşdiriləndə daha yaxşı olar 3 vurulsun 219 bit yazılsın, amma bizim misal həllində 6 vurulsun 218 bit bizə yarayacaq. Uşaqlar, niyə kilobayta çevirmirik? Çünki bit saniyədə hesablamalar olacaq deyə qoy bit qalsın. 64 səhifəlik mətnə baxaq. 64 206 deməkdir. 16 sətir, 16 simvol Unicode. 16 sətir 204, 16 simvol 204. Unicode 2 byte yox, elə 204 bit yazın ona da. Çünki bizə bit lazımdır uşaqlar. Biri byte, biri bit işimizə yaramır. Bu da olacaq 218 bit. Kitabın ümumi həcmi nə qədər olur? 7 vurulsun 218 bit. Öyle değil mi? 6'dan orada, bir tane de buradan. 7 vur 218. Üzr istəyirəm. Bunu 75% arxivləşdirsək neçə faiz qalar? 25% nə deməkdir? 4/1 deməkdir də. Arxivləşdirdik, getdi bunun 4/1'i qaldı. 7 vurulsan 216 bit qaldı. İndi bunu 216 bit saniye ile göndersek T beraberdir 7 vurulsan 216 bit bölünsün 216 bit bölünsün saniye. Ne kaldı? 7 saniye. Çətin bir şey yoktur. Yoktur uşaqlar. Hiçbir çətinliyi yoktur. Yalandan sualın həcminə baxıb deyirsiniz ki, çətin yaza bilmədim. Nəyi çətin deyə bunun? Salih, çətin sualdır bu. Məncə çətin sual deyil. Yəni qabaqda çətin suallar olacaq ha, deyirəm sizə. Onları çətinə çətin deyəcəyik. Neyman deyirik ki, biz buraxılışı asan deyək. Neyman, sən vəhşisən Neyman. Sən heç kim demirəm. İnşallah gələn ildə sökərsən, dağıdarsan. Sənə görüm göm-göy çıxsın cavab verəgin.
Qırmızı olmasın, boş yerdə qalmasın, hamısı göy olsun belə, yaşıl olsun. Hay yaşıl belə, plus. O biri var deyə düz yığan olan. Sonuncu rəqəm baxdım 0'dı, bir dənə də baxdım gördüm 0 dedim, uçurdum da dedim. Əminliyi görürsən, əmindir ki 600 ola bilməz. Sonuncu rəqəmə baxdım, deyir gördüm 0'dı. Bir dənə də baxdım, gördüm o da 0'dı, bildim ki 700'dür. Yazdığına əmindir də. Çox maraqlı bir şey vardı ki, adam 700 yığıb cümlə qura bilmir. Hə, bir tərəfli inkişaf edib də. Bir tərəfli inkişaf edib. O nitq yoxdur axı sizin imtahanda. Danışıq yoxdur da. Ya adam bilsən fikrini düzgün ifadə edə bilmir. Atası da deyir ki, bəs mən oğluma heç vaxt deməmişəm oxu da, yəni özü oxuyub. Bir daha şey demişəm ki, oxu. O videoda atası iki cümlə deyir, ikisi də bir-birinə ziddidir. Ya əslində onlar fikrini, o da fikrini çatdıra bilməmək məsələsidir. Yox. Mən səhv etmirəmsə dünyanın ilk natiqi oratoru. Səhv etmirəmsə ya, ola bilər ki mən səhv edirəm. Demosfen olub, Demosfen. O pəltək olub da. O danışa bilmirdi. Sonra danışmaq üçün evdə qışqırıb danışırmış, qonşular şikayətlənir. Bəs də baş beyimizi aparıb qışqırıb danışırmış. Gedib dəniz qırağında qışqırıb danışırmış. Və ilk orator olub, natiq olub. Başa düşürsün nə deməkdir? Demək ki, nitq öyrədilə bilən bir şeydir. O pəltəkdir deyə o dil əzələlərini öyrəşdirməlidir də yəqin ki. Bilmirəm, axır mənə elə demişdilər. Demosfen dövründə yaşamamışam, qonşum olmayıb. Rast elə deyirlər. Sual nömrə. Burada məlumatın 40%'dir. 360'ın 40% nə qədərdir? 144 megabayt. 144 megabayt eləyir. Olub cavab verin də. 36/4. 144'dür də. Deməli 360 megabayt informasiyamız var bizim. Bunun 40%-i eləcək 144 megabayt. Burada faizi hesablamağı özünüz bilərsiniz də. Qalan 60% eləcək nə qədər? 216 megabayt. Gəlin 40%-ni bu sürətlə, 216-nı bu sürətlə göndərək. Göndərək də. 144 megabayt bölünsün 9 vurulsun 222 bit bölünsün saniyə. Bu bizim birinci T'mizdir. T1. 144 vurulsun 223 bit 9 vurulsun 222 bit bölünsün saniyə. 144 9. Burada neçə olur? 16. Öyle değil. Burada da 2. 32 saniyədə birinci hissə ötürülür. T2'ni hesablayaq. 216 megabaytı birbaşa yazıram uşaqlar. 223 bit bölünsün 224 bit bölünsün saniyə. Aşağıda 2 qalır. Burada da 108 saniyə. Cəmi 140 saniyə vaxt sərf olunur. Nətər söhbət? Yaxşıdır. İnformatika sualdır bu. İnsafla deyək də. Bunu yaza bilməyən uşağın 90% problemi nədir? Riyaziyyəti bilmir, faizi hesablaya bilmir. İnformatikada nə var burada? Megabaytın 223 olması. Qalan hansı informatikadır ki bu? Nə informatik var burada? Bildiyin fizika riyaziyyatdır da. Riyaziyyat heç fizikada da yoxdur. Sual nömrəm. Neçə? 39 yazmışsınız. Necə yazdın Neyman? De görüm. Sən 39'da əlifbada neçə simvol oldu səndə? Neçə simvol oldu?
Hə, deyim. 52 plus 10'u açacağım indi uşaqlar. Əlifba həmişə bənzərsiz simvollardan təşkil olunur. Bax, Azərbaycan əlifbasında 2 eyni simvol varmı? Yoxdur. Amma Azərbaycan əlifbasında yazılmış bu mətndə eyni simvollar varmı? Var. Mətinlərdə simvollar istənilən qədər təkrarlana bilər. Amma əlifbada simvol bənzərsiz olur, unikal olur. Sizə deyirsə ki, bir təzə əlifba fikirləşin. İçində olsun İngilis əlifbasının 26 böyük hərfi, içində olsun 26 kiçik hərf, içində olsun 16'lıq say sistemində olan elementlər. 16'lıq say sistemi adı üstündə 16 elementdən ibarətdir. 0-dan 9'a rəqəmlər, A-dan F-ə hərflər. 0-dan 9'a rəqəmlər bura əlavə olunacaq. A-dan F-ə hərflər burada var artıq. İngilis əlifbasının böyük kiçik hərflərində A-dan F-ə qədər hərflər var da. Ona görə nəinki şərtdə desək 16'lıq say sistemi bütün elementləri. Şərtdə deyilsəydi ki, İngilis əlifbasının böyük kiçik hərflərindən əlavə olaraq 16'lıq say sisteminin, 10'luq say sisteminin, 8'lik say sisteminin və 2'lik say sisteminin bütün simvolları əlavə olunur. Yenə heç nə dəyişməzdi. Niyə? Çünki 10 dənə rəqəm də əlavə olunandan sonra 2'likdə də həmin rəqəmlərdir. 8'likdə də həmin rəqəmlərdir. 10'luqda da həmin rəqəmlərdir. 16'lıqda da. Yəni siz o İngilis əlifbasının böyük kiçik hərflərinin üzərinə ən yaxşı halda 10 dənə rəqəm gələ bilirsiniz. 11-ci rəqəmimiz yoxdur bizim. Nə zaman əlifba genişlənir? Desə ki, məsələn, Latın əlifbasından, ya Latın deməkdir, Yunan əlifbasından 5 hərf, Rus əlifbasından 8 hərf. Bunlar artıq unikal deyil. Onlar artıq unikaldır. Onlar əlifbada yoxdur. Rus əlifbasının hərfləri hansı olur olsun bu əlifbaya girəcək. Çünki təkrarsızdır. 62 simvollu əlifba eləyir. 62 kiçik bərabərdir 2 üstü 6, bəli. Ona görə bir simvol 6 bitdir. Heç nə. Faylımız 128 səhifə 256 simvoldur. Yəni 2 üstü 7 vurulsun 2 üstü 8 vurulsun 6 bit. Ötürmə sürəti də 2 üstü 12 bit bölünsün saniyə. 15, 12, 8, 8 vur 6 48 saniyə. Sonra 40-cı sualı elə buradaca deyəcəm, nə edəcəksinizsə. 3 dənə çoxluq var. Var, yazıram. Yazıram bura. 700, üstə gəl 400, üstə gəl 290. Tamam, yazdım mı? İndi çıxmalıyam, bir kəşmə x-dir, məndən soruşulur. Çıxılsın, bir kəşmə 250-dir. Çıxılsın, üçüncü kəşmə. Çıxılsın, üçüncü kəşmə. Üstə gəl, ümumi kəşmə bərabərdir 1050 birləşmə. İndi mən fizika ilə informatikanın birləşməsini görürəm. Fizika ilə informatikanın birləşməsini görürəm. Kəsişməsini isə görmürəm. Üzr istəyirəm. Fizika ilə informatikanın birləşməsini görürəm 690. Kəsişməsini görmürəm. Görə bilərəmmi? İnformatika nə qədərdir? 400. Fizika nə qədərdir? 290. Cəmi 690-dan 690 çıxsam 0 qalar. Yəni birləşmə cəmdirsə kəsişmə 0-dır da. Ortaq element yoxdur. İkisi kəsişmirsə 3'ü də kəsişmir də deməli. Başa düşdünüz? Və məsələn, səndə 5 dənə məhsul var, məndə 10 dənə məhsul var. Ortaq məhsul yoxdur. İndi biz üçümüzdə ortaq məhsul ola bilirmi? Yoxdur. İkimizdə yoxsa üçümüzdə necə olacaq ki? Aydın o ikisi də 0 olur avtomatik olaraq. Nə qaldı bizdə? Heç nə. Qoyub yerinə hesablamaq. Sonra 41'i düsturuna yazmaram məsələn. Diaqramla. Çünki bax, burada görürsən, çoxluqlar verilib, birləşmələr, kəsişmələr verilib, düstur girər işə. Çoxluqlar verilməyib. Yalnız birləşmə, kəsişmələrdən işləmək lazımdır. O da ən yaxşı nədir? Diaqramla işləmək. Neçəyə baxırıq? Bu amma düsturluqdur. Görən kimi baxırsan, düstur var burada.
43 de düsturluqdur. 90 üstə gəl 83 üstə gəl 62 çıx 15 çıx 20 çıx 0 üstə gəl 0. Niyə 0? X'i 0'dırsa demək üçüncüdə 0'da. Bərabərdir x. Çünki birləşmə verəcək də. Bizdən də birləşməni istəyir. Tamam. 90, 83, 173, 235, çox 15, 200, 20, 205, 205 də işlə. Cavab 205 çıxmayıb. 205 deyil cavab. Ya adam yaza ki belə də 205 diyorsa. 44-cü sualda isə uşaqlar. Vaxtın yarısında bir sürətdir, yarısında digər sürətdir. 43'e dediği 90, 83, 173, 235, çıx 35, 200. Ha 200 ben. 200 demirsiniz heç nə. Deməli 44-cü sualdan burada zamanın 1/3 demir də. Zamanın yarısında bir sürətdir, yarısında digər sürətdir. Gəlin onları da yazaq tez bazar. İkide bir t yazaq, yoxsa t yazaq. Olsun 2'de 1 t. Zamanın birinci yarısı 2'de 1 t'dir. Yazıram 2'de 1 t vurulsun 221 bit o da eləyir 220 t. İkinci yarısı 2'de 1 t'dir. Vurulsun 3 vurulsun 221 bit. O da eləyir 3 vurulsun 220 t. Cəmi 4 vurulsun 220 t. Yəni 222 t bərabərdir 240 megabayt. T bərabərdir 240 megabayt bölünsün 222 bit. 23, 22, 2 qaldı. 480 saniyə. Neçə dəqiqə? 6 dəqiqə. Oo, 60'a böləndə 8 dəqiqə. Sonra 45 orada konkret olaraq diagram tapılır. 3 dənə çoxluqdan ikisi verilib. 3 dənə kəsmə verilib. Deməli 4-cü kəsmə də 0'dır burada. Hə? Heç nə. 35 birinci çoxluq. Üstə gəl 48 ikinci. Üstə gəl x üçüncü çoxluq. Çıxılsın 30. Çıxılsın 10. Çıxılsın 0. Üstə gəl 0 bərabərdir birləşmə. Birləşmə nə qədərdir? 83. Birləşmə 83'dür. 35 48. Neçə ilə 83 edir? 83'lər getdi. Yaxşı. 40 edir. X bərabərdir 40. Sonra 46. Bu radar şəkil çəkib göndərir sualıdır. 46-cı sual. Yüzarsif çox sevdi bu sualı. O qaqaş var deyir mən yol polisində kömək edirəm deyə. Hələ o sürücülər tərifləyirdi onu. Sürücülər də tərif edirdi. Yaxşıdır da deyir kömək edirsən. Elə iş vardı orada. Formalar var onların. Belə biz böyle olmasa da polis ictimai dəstək. Yox, onun adı dəyişib. Bax, mülki inspektor. Adı dəyişdirdi.
Deməli, baxın bura. Yol hərəkəti qaydalarının pozulması ilə bağlı radar şəkil çəkir. Bizə lazım olan burada bir şəklin həcmini hesablayaq. Bir şəkil bərabərdir 211 vurulsun 209 vurulsun 14 bit. 7 vurulsun 7 buradan aldım. 220 burada 7'den de bir tane 2 aldım. 221 bit. Bax, bir şəkil bu qədərdir. Amma nədənsə paketin göndərilməsi üçün bu qədər sürətlə 63 saniyə vaxt tələb olunur. Bu abartı oldu axı. Demək ki, o paketin içində bir şəkil yoxdur da, çoxlu şəkillər var. Baxıram mən bir paketə nə qədər vaxt ayrılır. Bir paket bərabərdir 63 saniyədir. Hər də saniyələr yazmıram da uşaqlar. 63-ün saniyəsi ilə bu saniyə geçsin. Vurulsun 3 vurulsun 222 bit. İndi bax, bir şəkil var, bir paket var da. Həmin paketdə neçə şəkil var tapmaq üçün nə edirik? 63 vurulsun 3 vurulsun 222 biti bölük 7 vurulsun 221 bitə. 2 burada qalır, 9 burada qalır, 9 vur 6 54 şəkil. 54 şəkil. Aydındır, yəni o vaxta görə başa düşürsən ki, məsələn, sənin internetin kifayət qədər sürətlidir. Bu bir paketi nə bilim 1 dəqiqəyə yüklüyor. Ola bilməz axı bunun içində bir dənə şəkil olsun.